Şəxsi tikili, bağlı, bağçalı 4 sot torpaq sahəsində şəxsi ideal şəkildə tikilmiş 4 otaqlı həyət evi təqdim edirəm sizlərə. Dəyərli izləyicilər, evimiz yerləşir Masazır dairəsindən 350-400 metrlik məsafədə. Masazır dairəsindən girərkən Masazıra Araz marketdən birbaşa sağa qalxırsınız, təxminən 350-400 metrlik məsafədədir. Bir daha qeyd edirəm, şəxsi istifadə üçün tikilib, həyətində gördüyümüz kimi müxtəlif növ meyvə ağacları var. Geniş həyət hissəsi var, rahatlıqla avtomobil daxil olur həyətə. Yaşamaq üçün bütün şərait yaradılıb. Su anbarına qədər hər biri tikilib, istifadədədir. Mülkiyyətçi hal-hazırda özü yaşayır evdə. Həyətində belə bir mətbəx hazırlayıb. Görürsünüz bu şəkildə. Yay mətbəxi kimi istifadə edə bilirsiniz rahatlıqla. Tam şəraitli bir həyət evidir. 4 sot torpaq sahəsində, bir daha qeyd edirəm. Yerləşmə yeri çox ideal bir nöqtədir. Mərkəzi yolun tam olaraq kənarıdır. Hətta birbaşa yola baxan obyekti də var. Həyətimiz belə güllü, çiçəkli, bağlı, bağçalıdır. İndi isə mən sizə evimizin daxilini göstərəcəm. Evimiz bünövrəli evdir. Şəxsi istifadə üçün tikilib. Mərtəbə arası monolit betondur. Tam olaraq ideal şəraitlidir. Bu dəqiqə al-köç yaşa vəziyyətdədir. Daxil olduq evimizin içərisinə. İkinci mərtəbəyə qalxan pilləkən, dəhlizimiz. Bu hissədə qardırob. Burada hamam sanuzeldir. Biraz əvvəl təmir olunmuşdu, köhnə təmirləndir. Amma səliqəli saxlanılıb. Hər bir şey qaydasındadır. Yəni hazır gir yaşa vəziyyətdədir. Bu hissədə geniş mətbəx hissəmizdir, görürsünüz. Mətbəx mebeli falan hər şey qaydasında. Qismən əşyalı satılır, müəyyən əşyalar qalacaq. Mətbəx birbaşa bağa baxır. Burada qonaq otağımızdır, geniş ölçüdə təxminən bir 30 kvadrat metrə yaxın qonaq otağıdır. Birbaşa yola baxır pəncərəsi, səliqəli şəkildədir. Təmir. Və burada mən sizə qeyd etdiyim obyekt. Baxın, evin içərisindən də giriş var obyektə. Birbaşa yoldan da giriş var. Birbaşa mərkəzi yolun kənarındadır. İstənilən təyinat üzrə istifadə edə bilirsiniz. Mərkəzi istilik sistemidir, yəni kombi sistemidir. Mərtəbə arası monolit betondur. Şəxsi tikilidir. 4 sot torpaq sahəsində tikilib. Hətta bunu biz 4 otaq kimi sizə təqdim edirik. Bunu 5 otaq da edə bilərsiniz. Yəni bir otağın yeri fakt burada var. Buradan bir ara kəsmə edib rahatlıqla 2-ci mərtəbədə 4 yataq otağı edə bilirsiniz. Ümumilikdə 5 otaq olacaq. Amma hal-hazırda evimiz 4 otaqlı hesab olunur. Otaq ölçüləri də idealdır. Hamısı geniş ölçüdə olan otaqlardır. Bu digər otağımız. Və buradan da mən evimizin eyvan hissəsinə çıxışdır. Qiymət açıqlama bölməsində qeyd olunacaq dəyərli izləyicilər. Sənəd hal-hazırda kommunallarla satılır. Yəni istəyə görə bu ev üçün çıxarış almaq mümkündür. Sənəd məsələsi real alıcı ilə danışılacaq. Ətraflı məlumat üçün buyurub əlaqə saxlaya bilərsiniz. Bu günə bu qədər. Növbəti çəkilişdə görüşənədək.